Bakıda 3 nəfərin küllü miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Ramin Quliyev 6 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov məhkəməyə təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirə bilməyib. İstintaqla məlum olub ki, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxın münasibətdə olduğu Aynura Bəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 110 min manat alaraq mənimsəyib. Digər zərər çəkmiş paytaxt sakini Vüqar Qasımov olub. Ramin Quliyev əmlak məsələləri ilə bağlı zərər çəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib. İş üzrə digər zərər çəkən isə Aybəniz Abdullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyərək verdiyi vədə əməl etməyib. Ramin Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2, yəni dələduzluq küllü miqdarda törədildikdə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.